Salam uşaqlar, bizim bugün dərsimiz Azərbaycan dilindən əsas və köməkçi nüsxələrinin amonimli idi. Təlim nəticələrdir, iş formalarıdır. İlk övrədə diqqət yetirək bura. Deməli, belə bir tapşırıqdır. Quş səmada tək uçurdu, tək sənə inanıram, bənövşə tək ənbər zülfün, tək əldən səs çıxmaz. Gördüyünüz kimi burada tək sözü verilibdir, amma diqqət yetirək ki, bu sözlərin amonimliyinə. Birinci zərf kimi işləndikdə tək uçurdu, tək sənə inanıram, ədad, bənövşə tək qoşma, tək əldən səs çıxmaz isə sifət kimi burada tək sözü işlənmişdir. Əsas nitq hissələri və köməkçi nitq hissələri. Biz əsas və köməkçi nitq hissələrinin belə deyək ki, oxşar və fərqli xüsusiyyətlərindən danışacağıq. Aşağı siniflərdən artıq siz bu informasiyanı bilirsiniz, öyrənmişsiniz. Deməli, əsas nitq hissələrini ümumilikdə dedək, hamısının haqqında desək ki, əsas nitq hissəsidir. Leksik mənası olur, sualı var, cümlə üzvü olur. Köməkçi nitq hissəsidir, leksik mənası yoxdur, sualı yoxdur. Və köməkçi nitq hissələrindən bir qoşmadır ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Deməli, ortaq xüsusiyyətləri odur ki, hər ikisi nitq hissəsidir və qrammatik mənası var. Deməli, düşmən qarşısında hünərlə dayan, görkəmli Azərbaycan şairi Səməd Vurğunun şeirindən də bir misra verilib. Burada hünərlə zərf işlənmişdir və yaxud da yalnız hünərinlə sən şöhrət qazan, dahi Azərbaycan şairi, mütəfəkkir, Nizami Gəncəvinin əsərlərindən verilmiş, şeirlərindən verilmiş bir nümunədir. Burada hünərinlə qoşma, bəri gəl ağam qazan, Kitab-ı Dədə Qorqud dastanından verilib bir nümunə, zərf kimi işlənib burada. Ruh kimi təmiz söz oldu gövhəri, Hatif xəzinəsinin əzəldən bəri. Burada yenə də bəri qoşma kimi işlənmişdir. Əgər siz monitora diqqət etirsək, burada görərsiniz ki, hünərilə sözünü, bəri sözlərinin həm zərf, həm qoşma kimi işləndiyini görəcəksiniz. Yəni, bu sözlərin amonimliyinə diqqət edəcəksiniz. Deməli, cütçü saf tum səfsə torpağa əcəb, şübhəsiz torpaqdan saf tum göyərər. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirlərindən bir nümunədir. Burada şübhəsiz, burada modal söz kimi verilmişdir. İşğal olmuş torpaqlarımız geriyə qayıdacağı şübhəsizdir. Burada artıq, belə deyək də, əsas nitq hissəsi kimi verilmişdir. Müəllimin dediyini əsasən biz belə başa düşdük ki, vətəni ona görə sevmirlər ki, o böyükdür. Ona görə sevirlər ki, o özününküdür. Burada deməli, əsasən belə başa düşdük, burada modal söz kimi işlənmişdir. Cümləni ilə dəyişin ki, əsasən sözü modal söz kimi işlənsin. Burada artıq əsas nitq hissəsi kimi işlənmişdir. Uzaqdan başı qarlı dağlar görünür. Burada görünür feil kimi işlənmişdir. Görünür Murad imtihana yaxşı hazırlaşmışdır. Burada isə görünür modal söz kimi işlənmişdir. Dünyanın işini yaxşı düşünsən, nə əksən, onu da biçəcəksən. Yaxşı iş də görsən, pis iş də inan, unutmaz onları bu qoca dövran. Yaxşı, Novruzəli, de görək sonra nə oldu? Poçqut sözlərindən verilmiş bir nümunədir. Və bütün bu gördüyünüz sözlərdə görürsünüz ki, görünür sözü həm feil, həm modal söz kimi, yaxşı sözü həm sifət, həm zərf, modal söz kimi işlənmişdir. Və bu sözlərdən biz müşahidə edib görürük ki, əsas və köməkçi nitq hissələrinin amonimliyinə aiddir. Kimi yem daşıyar hər axşam səhər, o biri gizlincə o yemdən yeyər. Burada kimi əvəzlikdir. Sözün qanadları var quş kimi incə-incə. Burada quş kimi, qoşma kimi işlənmişdir. Var doğru yazmağa madam ki, imkan, niçin gəlməlidir ortaya yalan? Sözün qiymətini saldı yalanlar, doğrunu danışan möhtəşəm olar. Burada doğru yazmaq zərf, doğrunu danışan isə deməli sifət kimi işlənmişdir. Və yaxud da Eyvazı xilas edən Koroğlu çənli belə doğru yol aldı. Burada doğru qoşma kimi verilmişdir. Tək əldən səs çıxmaz. Bu dünyaya tək gəlibdir Güzür oğlu Mustafa bəy. Gördüyünüz kimi biri şifahi xalq ədəbiyyatı, hər ikisi demək olar ki, şifahi xalq ədəbiyyatı nümunəsidir. Tək əldən səs çıxmaz atalar sözü, sifət. Bu dünyaya tək gəlibdir Güzür oğlu Mustafa bəydə Koroğlu dastanından verilib.
Tək gəlibdir zərf. İnci tək sözlər seç, az danış, az dil. Qoy az sözlərinlə dünya bəzənsin. Burada qoşma kimi işlənibdir. Və yaxud da, yaxşılıqla pisdən qorunmaq mümkün, dünyada yaxşılıq hər şeyə üstün. Burada la qoşmadır. Yaxşılıqla pislik bir aya sığmaz. Və mən sizə əvvəl keçdiyimiz dərslərdə də demişdim ki, əgər la, lə, bunu və ilə əvəz etmək mümkündürsə, burada bağlayacaq. Gördüyünüz kimi burada yaxşılıqla, yəni yaxşılıq və pislik bir araya sığmaz. İndi isə tapşırıqlar üzərində işləyəcəksiniz. Gəlin tapşırıqları üzərində işləməyə başlayaq.